bir qadın öz dünyasını necə işıqlandıra bilər? İlk növbədə bir qadın bu proses özünü tanımaqla başlayır. Öz güclü tərəfləri, öz bacarıqları və eyni zamanda həyatda qoyduğu o ali məqsədlə, ali missiya ilə mən bu dünyaya necə töhfə verə bilərəm, mən bu dünyada hansı irsi qoya bilərəm və artıq o ali missiyanı, ali məqsədi özü üçün seçəndən sonra və bu ali məqsəd mütləq deyil ki, böyük bir biznes olsun, kosmosa uçmaq olsun, ən böyük layihələr həyata keçirmək olsun. Adicə məsələn cəmiyyət üçün layiqli vətəndaş yetişdirmək belə bu da ali bir missiya hesab olunur. Birinci özümüzü tanımaq, güclü və zəif tərəflərimizlə tanış olmaq, özümüzlə üzləşmək, özümüzlə dürüst olmaq, özümüzdən ətrafımızda bizə dəyər verən insanların əhatəsində olmaq, hansı ki o əhatədə olmaq belə bizi nə qədər gücləndirir və bu dəstək sistemini biz özümüz üçün qurarkən həmin o ali missiyamıza, ali məqsədlərimizə çatmaqda bu proses daha da rahatlaşır. Daha çox mən düşünürəm ki, bir qadın öz maraqlarını kəşf edərək, bacarıqlarını kəşf edərək və özünə sual verərək ki, mən necə bu dünya üçün faydalı ola bilərəm, nə dəyər qata bilərəm, bu suallara cavab verərək. Çünki kənardan həddindən artıq çox səslər gələcək və o kənardakı olan səsləri stop qoymaqla, öz iç səsimizi, intuisiyamızı dinləməklə biz öz daxili dünyamızı da gözəlləşdirə bilərik.